Xanım Zeynəb salamullah əleyha ki, İmam Hüseyin əleyhissalamın tələbinə əsasən o xanımları qorumalıydı. O Kərbalada olan o balacaları, o tifilləri qorumalıydı ki, xanım da bunların hamısını şücaətlə yerinə yetirdi. Xanım Zeynəb salamullah əleyha bilirsiniz, 5 məsumun dövründə yaşayıb. 5 məsumu görüb, 5 məsumun nəfəsi dəyib ona. Peyğəmbər nəfəsi dəyib ona. Əli əleyhissalamın, Fatimə-i Zəhranın, İmam Həsən və İmam Hüseyin əleyhissalam. Və biz xanım Zeynəbin şəxsiyyətinə baxdıqda, xanım Zeynəb salamullah əleyhanın şəxsiyyəti o şəxsiyyətlərdəndir ki, yeganədir. Bir var ümumi şəxsiyyət, yəni hər bir insanda məsələn yaşayır, ölür, qəbrin üstünə yazırlar ki, filan vaxt doğuldu, filan vaxtda öldü, getdi. Ancaq elə qohum-əqraba tanıyır onu, ən yaxınları tanıyır. O da ikinci, üçüncü nəsildən sonra heç unudulur, heç adı xatırlanmır. İnsan var ki, yox, nisbətən məsələn seçilən bir şəxsiyyətdir, böyük bir yazıçıdır, böyük bir alimdir. Məsələn, deyək ki, yazıcılar olubdu, 100 il, 200 il, 300 il bundan qabaq yaşayıb, alimlər olubdu, İbn Sina məsələn, gör nə qədər bundan qabaq öncə yaşayıb, amma xatırlayırıq onu. Bir də var yeganə şəxsiyyətlər ki, bunlar fenomendirlər artıq ki, bunlar bir neçə şəxsiyyəti özlərində cəm eləyə bilirlər. Peyğəmbər bu cürdür, Əmir əl-Mömin əleyhissalam bu cürdür. Əmir əl-Mömin əleyhissalam həm şücaətli bir sərkərdədir, döyüşən bir əskərdir. Həm səxavətdə misilsizdir, həm elmdə misilsizdir, həm ibadətdə yüksək bir zirvədədir, imanda, yəqində yüksək bir zirvədədir. Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, zid xüsusiyyətləri belə özündə cəm eləyə bilir. İnsan adətən bilirsə, məsələn, deyək ki, o döyüşçü olan insanlar nisbətən güc, qüvvət, fiziki güc bunlarda yüksək olmalıdır və bunun təsirindən görürsən, davranışları da biraz, belə bu cür demək düzgün olsa, biraz kobud kimi olur, qaba davranırlar. O şair Əli əleyhissalam barəsində yazır, Əsədullahi izə sahə və sad. O döyüşdə ki, deyir, o deyir, nərə çəkib, hücum eləyəndə Allahın şiridir. Əbuləytəmi izə cədə və bər. Yaxşılıq eləyəndə, səxavət göstərəndə yetimlər atasıdır. O qədər mülayim birisidir ki, deməzsən ki, bu döyüşdəki Əlidir. Xanım Zeynəb bu evdə böyüyübdür, bu bulaqdan, bu çeşmədən su içibdir. Ona görə də xanım Zeynəb salamullah əleyha Əmir əl-Mömin əleyhissalamın güzgüsüdür. Əli əleyhissalamda olan xüsusiyyətlər onda əks olunubdur. Hətta Küfədə gəlib o çıxış eləyəndə biri nəql edir, deyir ki, elə bildim ki, Əli dirilib gəlib Küfədə xütbə söylüyor. Elm və mərifətdə o səviyyədədir ki, İmam Zeynul Abidin əleyhissalam xanım Zeynəb barəsində buyurur ki, ey bibim, sənə gəlincə həmd olsun Allaha ki, sən müəllim olmadan alimsən. Alimətun bi qeyri müəllimə, fahimətun bi qeyri müfəhhimə. Sən hər şeyi anlayasan, sənə nəyisə izah etməyə ehtiyac yoxdur. Lədunni elm deyirlər də buna. Allah Quranda buyurur ki, və əlləmnəhu min lədunnə ilmə. Biz ona öz tərəfimizdən elm öyrətdik. Bu elm xanım Zeynəb salamullah əleyhanın həyatının bir neçə mərhələlərində öz əksini göstərib. Kərbalada göstərdi ki, bu xanım böyük bir mərifətə sahib birisidir. Küfədə və Şamda etdiyi xütbələr və göstərdiyi, sərgilədiyi mövqeylər göstərdi ki, xanım Zeynəbin şəxsiyyəti böyük bir şəxsiyyətdir. Xanım Zeynəb bir irfani şəxsiyyətdir həm də. Hər zaman ibadətindədir, gecə namazlarındadır. Və analarımız, bacılarımız buna diqqət etsinlər. Çünki evdə övlad daha çox anadan tərbiyə götürür. Ata gedir bütün günü çöldə, bayırda, işdə, gücdədir. Daha çox ananın nəzarəti daha çoxdur. Anan bütün günü elə telefonla oynasa, ondan telefonla danışıb qeybət, bundan qeybət, nə bilim, ora, bura. Uşaq da bu şeyləri görəcək, tərbiyəsi pozulacaq, düzgün tərbiyə eləyənməyəcək. Amma övlad anasında ibadət görsə, itaət görsə, mərdlik görsə, səxavət görsə, doğru xüsusiyyətlər görsə, o cürdə böyüyəcəkdir. Daha ilkin mərhələ mühüm mərhələdir. İlkin mərhələdə uşaq demək olar ki, ananın daha çox nəzarətində olur. Xanım Zeynəb gecə namazlarını heç vaxt tərk eləməyibdir. Aşura günüdür, xanım Zeynəb axşamdır, gecədir. İmam Hüseyin qətlə yetirilib, insanlar qətlə yetirilib, xeymələr qarət olunub, yandırılıb, xanımların qulaqlarından sırğaları çəkilib, boyunbağları alınıb. Bütün bu həngamədir. Xanım Zeynəb də yığıb əsirləri bir tərəfdə sakitləşdiriblər. Düşmənlər hər tərəfdən bunları bu cür əhatə edib saxlayırlar ki, səhər açılsın, sizi aparacaq Küfiyə. Xanım Zeynəb o qədər halsızdır ki, ayaq üstə dura bilmir. Oturur halda amma gecə namazını qılır. Rəvayətlər deyir ki, xanım Zeynəb deyir, o gecə belə gecə namazını buraxmadı.
Çünki bunların mərifəti fərqli bir mərifətdir. Bunların Allah tanıması, bunların Allaha və axirətə olan inancları çox yüksəkdədir. Biz mülk aləmini görürük. Onlar mələkut aləmini görürlər. Mülk aləmi yəni bioloji aləm. Mələkut aləmi, metafizik aləm. Bu gördüklərimizin ötəsində bir həqiqət var. Bunlardan daha üstündür. Onlar o aləmi görürlər. Necə ki İbrahim əleyhissalam üçün Allah Teala buyurur, biz İbrahimə göylərin və yerin məlakutunu göstərmək istədik ki, yəqinə çatanlardan olsun. Yəqin əhlidirlər onlar. Yəqin əhlidirlər. Ona görə də xanım Zeynəb salamü əleyha o gördüyü bütün bu hadisələr, bu faciə, bunların hamısını biz görmədiyimiz tərəfin görür. Biz faciə tərəfini görürük. Buna hüzünlənirik, buna kədərlənirik, buna qəmlənirik. Xanım o tərəfini, elə bir tərəfini görür ki, orada gözəllikdir. İbn Ziyad ki xanıma deyəndə ki, gördün Allah sənin qardaş və neynədir? Xanım Zeynəbin cavabı nə idi? Mə rəaytu illə cəmilə. Gözəllikdən başqa bir şey görmədim. Xanım bunu elə belə söz olaraq deməyib ha. O gördüyü, o zahiri tragediya, bu zahirdir. O zahirin batinini görüb, həqiqətini görür ki, həqiqət gözəllikdir. Ki, inandıqları dəyər uğrunda hər şeylərindən keçə bilirlər. Allahla səmimi insanlar idi bu insanlar. Orada şəhid olanlar, orada əsir düşənlər, bunlar hamısı sözlərində bütöv insanlar idi, möminlər içərisində idi. Elə kişilər var ki, Allahla bağladıqları əhdə sadiqdirlər. Elələr var ki, deyib, şəhid oldular, Kərbala şəhidləri kimi, eləsi də var, gözləyir o günü. O əhdə sadiqdirlər, Allahla səmimiyyəti qura biliblər. Ona görə də gözəlliyi görür xanım Zeynəb salamullah aleyha.